Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım, tarixi türk torpaqları olan indiki Suriya adlanır, İraq adlanan ərazidən 6-7 il təqribən bundan öncə mənə torpaq şəklini çəkib, dağ şəklini çəkib, əllərində torpaq götürüb şəklini çəkib atmışdılar. Cavab vermişdim, yenə bu illəri TikTok saytımda mənə o formada yenə torpaq şəklini çəkib atdıblar. Mən çox təəssüflər olsun, onu burada göstərə bilmirəm. Yəni bu videonun çıxışında, yəni bu telefondan proqramı ilə əsasən bağlıdır. Əziz vətəndaşlarım, əziz xalqım, soydaşlarım və türkmən qardaşlarım, kərkük qardaşlarım, əgərsə bir türk səsini ucaldırsa, bəşəriyyətdən, kainatdan danışırsa, əgər bir türk dünyasının içərisində bir nəfər lider varsa, ona demək olar ki, məktubun içərisində ad-zat miqdarından asılı olmayaraq torpaq qoyarmış, göndərərmişlər. Əgər o lider çıxışında o torpağa cavab, orada yaşayan türklərə cavab versə, o zaman həmin ərazinin alimləri, türk alimləri, türk sərkərdələri anlayırmış ki, bu həqiqətən təmiz türkdür, bəşəriyyətdə, kainatda insanlığı qoruyacaq və həmin torpaq göndərən türklər həmin lideri güclü lider görür və coğrafiyanın birləşməsindən onun əskəri sayılır. Razılığa gəlmək üçün böyük bir hərbi düşərgənin yaradılması üçün həmin liderə çox çalışır ki, bilir ki, bu lider nə Qərbindir, nə Rusundur, nə Amerikanındır, nə İngilisindir, belə deyək. Bu özü öz siyasəti ilə Böyük Türkistanı qurmaq istəyir. Mənasını daşıyan bir mesajdır. Əgərsə bir liderə torpaq məktuba qoyub bulonlu şəkildə qırmızı bulonla göndərilirsə, bu Suriya, İraq, Yəmən, Misir, Filistin torpaqlarından, yəni bu qitələrin ərazisindən əsasən də Türkistan coğrafiyasına bağlılıq olan bir mesajdır. Buradan türkmən qardaşıma demək istəyirəm ki, videonu çox çəkməyəcəm, dərinlikləri, xırdalıqları var, elmi izahları var. Sadəcə çox videoya heç kəs baxmır deyə ona görə çalışacağım ki, qısa edim.